Salam, hər vaxtınız xeyir olsun. Bugün keçirilən 9-cu siniflər üçün buraxılış imtahanının qrammatika suallarına baxaq. Deməli, həmcəs mübtədalı cümləni müəyyənləşdirin. Baxaq. Zəngin vurulduğunu və müəllimin gəldiyini indi bildi. Bildi nəyi? Nə zaman? İndi zərflik. Nəyi? Müəllimin gəldiyini, tamamlıq. Nəyi? Zəngin vurulduğunu. Burada yoxdur. Daşlı kəsəkli səhrada böyük şəhər salınmışdı. Salınmışdı nə? Şəhər. Hansı şəhər? Böyük şəhər. Harada? Səhrada. Hansı səhrada? Burada da mübtəda yoxdur, 2 dənə təyin var. Böyük də, kiçik də meydana axışırdı. Axışırdı. Hara? Meydana, zərflik. Kim? Böyük də, kim? Kiçik də. Cavabımız olacaq ki, dünəndən nə yatır, nə də dincəlirdi. O nə yatır, o nə dincilir. Burada mübtəda yoxdur. Səhər açılar açılmaz bağçanı və həyəti səliqəyə saldı. Haranı tamamlıqlar var. Yoxdur. Uyğunluğu müəyyən edin. Fe'li bağlama tərzi tipini bildirir. Fe'li bağlama hərəkətin zamanını. Baxaq, düşmən qorxub geri çəkildi. Bu səbəbdir. Bu heç yerə getməyəcək. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Yaxınlaşanda nə zaman? Bu olacaq nə? Zaman. Gedəcək B. Uşaq ayağını yerə dirəyib, ayağı üstə durmaq istədi. Necə? Dirəyib durmaq. Bu olacaq C. Ana içəriyə keçər-keçməz telefona zəng gəldi. Nə zaman? Keçər-keçməz. Bu da gedəcək nə? D. Sonra o əllərini qoynuna qoyub bir kənarda dayanmışdı. Necə qoyub dayanmışdı? Bu da gedəcək Y. 1-ə C, Y, 2-yə B, D, A variantı düzdür. Sonra nümunələr əsasında uyğunluğu müəyyən edin. Mən gələndə yağış yağırdı. Bir də mən gələndə mağazadan kitab aldım. Zərfliyin mənaca 2 növü işlənib. Baxaq, mən gələndə yağış yağırdı mağazadan, haradan? 1. Bu olacaq bir zərfliyimiz. Burada da mən nə zaman, mən aldım kim, mən nə zaman gələndə. Bir zərflik, kitabı aldım, tamamlıq, aldımdakı xəbər. Yağırdı nə? Yağış mübtəda, nə zaman? Mən gələndə. Burada isə bir zərflik vardır. Baxaq. Zərfliyin mənaca 2 növü gedəcək hara? İkinciyə A. Sonra mübtəda isimlə ifadə olunub yağış. Burada əvəzlikləndi. Bu gedəcək yuxarı. Deməli nə olacaq? 1-ə B, 2-yə A. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. Yalnız biri işlənmişdir deyəndə bu biz yuxarını nəzərdə saxlayacağıq. Burada ancaq zərflik işlənib. C. Sonra əmr cümləsidir. Aldım. Heç biri əmr cümləsi deyil. Hər ikisi nəqli cümlədir. Biz D-ni siləcəyik. D-ni siləndə avtomatik variantlardan bunlar gedəcək. Qaldı nə sonra? İlk söz cümlədə kim sualına cavab verir. Baxaq. İlk söz bəli, kim sualına kim? Mən. Bu da düzdür. 2-yə gedəcək nə? Y variantı. 1-ə B, C, 2-yə A, Y, C variantı düzdür. Sonra 30. Hansı cümlədə mübtəda fe'li sifət tərkibi ilə ifadə olunur? Fe'li sifət tərkibi ilə. Mübtədadan çox sual düşüb. 3-cü sualda 2 axtarış mübtədadan bəhs olunur. Baxaq. Fe'li sifət tərkibi ilə. Birinci biz fe'li sifət tapmalıyıq. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Mənim böyük əmimdir. Kim? Bu rəsmləri çəkən. Bu qalsın. Sonra gələnləri qarşılamaq. Cümlənin əvvəlindədir fe'li sifət. Bir sözdür. Tərkib heç vaxt əmələ gətirməz. Burada da məsələlər var. Getdi B. Sonra bu söz söhbəti yayanları sədr cəzalandırmışdı. Kimi? Cəzalandırmış kim? Sədr. Kimi? Bu söz söhbəti yayanları. Bu tamamlıqdır. C getdi. Danışdılar. Danışanlar bu məsələdə ancaq Cavadı günahkar bilir. Kim danışanlar? Burada da tərkibi yoxdur. Bir sözdür. Yaylağa qalxanda, burada da qalxanda nədir? Fe'li bağlamada cavab olacaq nə? A. Mənim böyük əmimdir. Mənim əmimdir. Kim? Bu rəsmləri çəkən fe'li sifət tərkibi oldu A. Sonra bir balaca boyu var, dam dolusu toyu var. Cümləsində hansı bağlayıcı işlənə bilər? Bir balaca boyu var, amma dam dolusu toyu var. İndiki, məncə bir balaca boyu var, amma dam dolusu toy var. Qarşılaşdıra bilərik tərəfləri, doğrudur. Hansı cümlədə adi azaltma, çoxaltma dərəcəli sifətlər işlənib, sərt sıldırımlı qayamlar vahibəli gülürdü. Burada nə azaltma var, nə çoxaltma var. Mağazada açıq göy, bəli, azaltma var. Göy rəngdə pambıq parça aldım. Başqa burada sifət yoxdur, səhvdir. Ağ, adi dərəcə, sarımtıl azaltma dərəcəsi, tünd qırmızı, çoxaltma dərəcəsi, C variantı. Qablar tərtəmiz, ağ sürfə adi, tərtəmiz, çoxaltma, azaltma yoxdur. Möhkəm zəncirlər, qaramtıl dəmirə bərkidilmişdik. Qaramtıl azaltma var, möhkəm adi var, amma nə qaldı burada? Çoxaltma dərəcəsi yoxdur. Burada 7 belə cavab C. Hansı sözdə nöqtələrin yerinə Q hərfi yazılmalıdır? Baxaq. Yarpağıdır, qışlaqdadır, dağlıdır, qonağadır, buruğundur. Bir dənə qaldı nə? D. Qışlaqda. Düzdür.
34 qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Nə olmalıdır? Xəbəri lar cəmdə olmalıdır, mübtədə olmamalıdır. Rüstəmin onu acığı tutmuşdu, cəmdə deyil. Deyəsən kitab işləyirlər, yoxdur. Sonra bu qalsın. Qızılqayadan öndə günorta idi, yenə lar yoxdur. Onu nahaq yerə gözdən salıblar. Kim onlar? Bərpa edə bilirik. Bura baxaq, yazılmayan kitabı vərəqləməzlər. Bu hamıya aid olan bir fikirdir. Hamıya yazılmayan kitabı vərəqləməzlər. Bu ümumi şəxsli, qeyri-müəyyən şəxsli oldu nə? Y variantı. Düzdür bu. Düzəltmə sözləri müəyyən edin. Dilək. Bunu dəfələrlə demişdik. Dil, dilə, dilək. 1. Sonra kələk sadə sözdür. Oyaq, oyaq sadə sözdür. Dayayırsan olur dayaq. 1-4. Sonra qovaq sadə sözdür. Bəzəyirsən olur bəzək. 1-4-6 B variantı doğrudur. Bağlayıcı və ədat işləmiş sıranı müəyyən edin. Ötürü qoşmadır. Əlbəttə modal sözdür. Bəs daha hər ikisi ədatdır. Məgər məhz biri sual, biri dəqiqləşdirici ədəd. O cümlədən kaş oldu nə? Bizim cavab variantımız belə. Bu qədər qrammatika suallarını, mətn suallarını inşallah izah eləyə bilərik.